Qışda yeməklərimizdə bəhbəhlə istifadə edəcəyimiz palçıq turşusunun hazırlanması. Alça ilə cöyəmin qarışığını yaxşıca bol su ilə yuyuram. Sonra isə qazanın içərisinə əlavə edib, içərisinə yarım stəkan su əlavə edib qapağını örtüb qoyuram ocağın üzərində. Yumşalana qədər bişirirəm. Bu şəkildə meyvələr tamamilə yumşaldıqdan sonra aş süzənin içərisinə əlavə edib taxta qaşıq və yaxud da spatula ilə belə gördüyünüz kimi qarışdırıram. Tamamilə qabığı və dənələri qalana qədər. Meyvələrin bütün suyu aşağı süzüldükdən sonra qabığını və dənəsini atırıq. Bunlar bizə lazım deyil. Meyvənin şirəsini təkrardan qazanın içərisinə əlavə edib qapağını qoyuram və qoyuram ocağın üzərində ara bir qarışdıraraq bişirirəm. Çox cürxot da bişirməyin ki, qazanın dibi yapışıb yanmasın. Qaynayıb qatılaşdıqdan sonra biraz qabın içərisinə əlavə edirəm. Qaşıqla belə çəkirəm. Əgər tez birləşibsə, demək ki, hələ hazır deyil. Təkrardan qaynatmağa davam edirəm ara bir qarışdırmaqla. Hazır olduqdan sonra artıq çox qaynatmağa ehtiyac yoxdur. Çox qaynatdıqca rəngi tündləşəcək. Təkrardan qabın içərisinə əlavə edib qaşıqla çəkirəm və görürsünüz artıq bir-birinə birləşmir. Deməli artıq hazırdır. Ocağı söndürürəm və içərisinə 1 yemək qaşığı yarım duz əlavə edirəm. 1 yemək qaşığı şəkər tozu əlavə edib qarışdırıram. Hazırladığım palçıq turşusu artıq hazırdır. Bankaların içərisinə əlavə edə bilərəm. Videoda biraz daha tünd görsənə bilər. Birazdan sizə tam rəngini göstərəcəm. Mən belə bankalardan istifadə etdim. Bankaları öncədən yuyub içərisini yaxşıca qurulamışdım. Turşunu bankanın içərisinə əlavə etdikdən sonra yeni qapaqdan istifadə edirəm. Qapağı möhkəmcə sıxıram ki, hava buraxmasın içərisinə. Və budur artıq çox gözəl rəngi ilə palçıq turşumuz hazırdır. Tam aydın rəngini göstərmək üçün çöldə çəkiliş etdim. Görürsünüz, turşunun rəngi tam olaraq budur. Çox gözəl alındı. 6 kilo yarım alça və cöyəmin qarışığından 3 banka və gördüyünüz bu şəkildə kiçik bir butulkada turşu alındı məndə. Bu günlük də məndən bu qədər olsun. Dəyərli izləyicilər, yeni video reseptlərlə görüşmək üzrə inşallah.